Mədinədə bir alim var, olub İmam Səccadın dövründə. 4-cü imamımızın səhabəsidir. Bir qızı var, çox gözəl qızdır, gözəl bir xanımdır. Xəlifəyə xəbər çatır ki, bu özü də müəllimdir, din elmlər dərs deyir. Kasıb, yoxsul bir adamdır. Xəlifəyə xəbər çatıb ki, bəs bunun gözəl bir qız övladı var. Xəlifə Əbdülməlik ibn Mərvan elçi göndərir qızına bunu. Qız bu şah istəyir özünə. Şah istəyir səndən qohum olsun. Bu da yoxsul adam, fəqir adam. Yoxsul amma gözü tox adam. Dünyada zəngin olmaq istəyirsinizsə qane olun. Qazanmaqda qane olmayın. Çox qazanırsınız, qazanın. Özünüzə xərcləməkdə qənaətiniz olsun. Gözünüz tox olsun deyir. Gözü tox olandan zəngin adam yoxdur. Ən zəngin adam odur. İmam Səccadın da dostudur. Allahın gizli dostlarındandır bu adam. Allahın gizli dostları var. Heç zaman sirri aşkar eləməzlər. O gün Mövlana'nın bu 2 misrasını yazdım özüm üçün. Çox gözəldir Mövlana Cəlaləddin Ruminin. Xoşdəran başət ki sirr dilbəran, qoftu ayət dər hədisi digəran. Deyir, ən gözəli budur ki, aşiqlərin sirri başqaların dili ilə üzə çıxsın. Sən gizlət, Allaha aşiqsən, gizlət aşiqliyi, biri səni tanıtdıracaq. Bax, indi 1400 il keçib bu adamdan danışırıq. Çalışdı özün gizlətsin, dəridən qabıqdan çıxdı. Sən gizlət fəzilətlərini, Allah dillərə salacaq. Mütləq tanıtdıracaq dostlarını Allah. Səid ibn Müsəyyib adı, istəsiz yadda saxlayın. Allah bax belə tanıtdırıb onu. Xəlifə elçi göndərib, baxdı, dedi ki, Allah bu uşağı mənə əmanət verib, ona görə verməyib ki, onun kimisindən evləndirim, mən razı deyiləm. Təhdid elədilər, pis olar, dedi, axır ölümdür, nə olar olsun. Həmin o alim dərsində bir tələbəsi var, tələbəsi. Ona baxdı, dedi ki, evlisən, dedi, yox. Dedi ki, əgər istəyirsənsə, xəlifəyə naz eləyir. Bu tələbəyə deyir, əgər istəyirsənsə, yoxsul bir tələbədir. İstəyirsənsə, mənim bir evdə qızım var, sən də ədəbli oğlansan, üstəsən, əgər evlənə bilərsən. Elçilərimi göndər, baxın, seçim eləsiniz. Özü minnətçi düşür, öz tələbəsinə bir sadə, yoxsul bir oğlan. O da anasını göndərir, elçi falan, bu soruşur ki, Mehriyə nəyim var verməyə? Deyir, heç nəyim. Nəyim olacaq Mehriyə? Heç nəyim. Deyir, onda Quran təfsiri dərsi öyrədərsən. Həm böyük Mehriyə, mənəvi Mehriyədir. İndi sabahdan mənəvi eləməyin, Mehriyələri maddi, o saat istifadə eləməyək ki, Mehriyə elə mənəvidir, xanımlara yükləyək ki, yox elə sənə mən Quran dərsi deyərəm, yox, bunun imkanı yox idi, ata da bunu təklif elədi. Ata da təklif elədi, qızını verdi həmin bir tələbəyə, fəqir bir oğlana. Salih bir nəsil dünyaya gəldi bunlardan. İnsan sərrafı idilər, düzgün seçim edirdilər, adamları düzgün tanıyırdılar bu insanlar.